Mən efirlərdə heç vaxt yemək yeməyəcəyəm. Aha. Heç niyə? vaxtı. Günahdır. Mən özümə görə deyirəm. Günahdır, yaraşmaz. Yəni göz haqqına görə deyil. Bəli, mən yeyirəm orada bir uşaq, ac uşaq evdə. Gecəni az yatıb, səhər də durub yemək yoxdur. Mən yeyirəm. Bəh, bəh, bəh. Ləzzətli, baldır, bal. Heç vaxtı mən eləməyəcəyəm. Mən bir verişə getdim, sağ olsun bir gözəl xanım aparıcı mənə görə stola yemək vermədi. Axırda dedi ki, sənə görə stola yemək vermədi. Bəs Ağa Mirzə müəllim, niyə su, çay içmirsiniz? Məsələn, yad yerdə, kənar yerdə. Onun səbəbi nədir? Öz stakanım olsun gərək. Necə öz stakanınız? Maşından getdi getirməyə, müşfik gətirəcək. Müşfik gətirəcək birazdan. Baxaq görək o stakan nə stakan? Hələ belə stakan. Nə sehri var o stakanın? Ürəyim gətirmir. Bəs niyə çay içmirsiniz? Niyə suyu O içmirsiniz? stakanla içirəm də. Yəni öz stakanınız olmalıdır mı? Mənim evdə də tapşırmışam, xahiş eləmişəm. Yoldaşımdan, uşaqlardan, mənim stakanımda heç kim çay içməsin. Evdəkilərə də qoymursunuz. Bəli, mənim qaşığım